Ayasofya, yaşı bəlli olmayan, sirləri əbədiyyətə qədər yaşayacaq ölməz əsər. Üç dinin, xristiyan, ivrit və müsəlman dinlərinin qovuşduğu möhtəşəm məbəd. Dünyanın 8-ci möcüzəsi sayıla bilən ecazkar Ayasofya məbədi bugün tarixi İstanbulun gözəlliyinə möhtəşəm bir əzəmət bəxş edir. Nə Misir piramidaları, nə Babilin asma bağları, nə də İskəndəriyyə mayakı bu gözəl məbəd qədər göz qamaşdıra bilməz. Dünya mədəniyyət mirasının qorunan önəmli əsərlərindən biri olan Ayasofya məbədini görməyə, gəzməyə, seyr etməyə dəyər. Min illərdir ki, Ayasofyanı ziyarət edən milyonlarla insan onun sirləri ilə yox, yalnız görünən siması ilə tanış olurlar. İlk Ayasofya bizim eranın 360-cı ilində İmperator Konstantin tərəfindən inşa edilib. Lakin 404-cü ildə baş verən xalq üsyanında Ayasofya yandırılıb. İkinci Ayasofya isə İmperator 2. Teodos tərəfindən 415-ci ildə yenidən inşa edilib. Lakin Bizans imperiyasındakı daxili çəkişmələr, baş verən dəhşətli üsyanlar 532-ci ildə həm Bizansı, həm də Ayasofyanı yerlə yeksan etdi. İstanbul'un böyük hipodromunda at yarışı keçirilir. Bizans'ın yüz minlərlə əhalisi həmən at yarışlarına qatılır. Lakin qəflətən baş verən bir üsyan bütün insanların ölümünə səbəb olur. Bir saat içərisində 100 minlərlə insan, hansı ki at yarışına qatılan insanlar öldürülür. Tarixi qaynaqlarda Nika üsyanı adlanan bu üsyan nəticəsində əlbəttə ki Ayasofya'da məhv edilir. Böyük tarixi əsər yandırılır və onun qiymətli, sərvətli dəyərləri ya oğurlanır, ya da başqa ölkələrə qaçırılır. Beləliklə Nika üsyanı həm Bizansı, həm onun 100 minlərlə insanını, həm də Ayasofyanı məhv edir. Yerlə yeksan olan məbədin taleyi hamı kimi İmperator Justinianı da yandırıb yaxdı. Baş verənlərdən bərk qəzəblənən Justinian Nika üsyanını yatırdıqdan sonra tarix boyu görülməmiş, dünyada tayı bərabəri olmayan yeni Ayasofyanın inşasına fərman verdi.
Bu məbəd əzəməti ilə bərabər həm də tarixi keçmişi ilə bütün dünyanı heyran edir. Ayasofyanın yaranması ilə bağlı tarixi qaynaqlarda ən çox rast gəlinən bir yazıda deyilir. Eramızdan əvvəl 4-cü əsrdə Bizans İmperatoru Yustinian bir dini ayinə qatılır. Ayin sırasında imperatorun əlində müqəddəs çörək parçası olur. Lakin bir anda o çörəyi yerə salır və heç gözlənilməyən bir məqamda isə bir arı peyda olur, yerə düşmüş müqəddəs çörək parçasını götürür və gözdən itir. Bizans imperatoru təəccüblənir və çox qəzəblənir. Bir an içərisində çörək parçasının da həmən arının tapılmasını istəyir. Lakin bütün imperiyanın insanları bu arını və çörəyi axtarsalar da onu tapa bilmirlər. Çox keçmir ki, bir arıçı Yustinianın huzuruna gəlir. Ən maraqlısı isə buydu ki, arıçının gətirdiyi şanın içərisində imperatorun yerə saldığı müqəddəs çörək parçası vardı. Daha təəccüblüsü buydu ki, həmən arı öz şanı ilə Ayasofyanın bugünkü planını, bugünkü görünüşünü və maketini qurmuşdu. Yustinianı dəhşətə gətirən bu idi ki, arının şanı ilə qurduğu Ayasofyanın üzərində bu sözlər yazılmışdı. Qiyamət günü böyük yaradan bu məbəd sayəsində sənin bütün günahlarını Məbəd Bizans imperiyasında hökmdarların tac qoyduğu müqəddəs və önəmli yerə çevrilir. Yustinian heç bir maddiyyat düşünmədən imperiya xəzinəsini Ayasofyanın yolunda son qəpiyinə qədər xərclədi. İki dahi memar Isidors və Antimios 532-ci ilin 23 fevralında məbədin inşasına başladılar. Bizansın ən görkəmli sənətkarları gecə-gündüz dayanmadan işlədilər. Ayasofyanın təməlinə 500 kiloqram qızıl pul səpildi. Qüdsdən alınan mərmər daşlar bu təməllər üzərinə qoyuldu. Dünyanın dörd bir yanından gətirilən rəngli mərmər sütunlar isə əvəz olunmaz Ayasofya məbədinin dirəyinə çevrildi. Sarayın daxilində göz qamaşdıran qızıl mozaikaların araya ərsəyə gəlməsi üçün 3 ton qızıl əridildi. Qiymətli firuzə qaşları həm mozaikalara, həm də Ayasofyanın tavanına və sütunlarına düzüldü. 10 ton gümüş, 5 ton qızıl bu misilsiz gözəlliyə həyat verdi. Zərgərlər, nəqqaşlar, memarlar, sənətkarlar, bir sözlə 100 mindən artıq insan gecə-gündüz Ayasofya üçün tər tökdü.
Son nəticədə 5 il kimi qısa bir zamanda Ayasofyanın inşası tamamlandı. 537-ci il dekabrın 27-sində isə məbədin möhtəşəm açılış mərasimi oldu. Nəhayət, bütün Bizans imperiyasının qatıldığı böyük bir mərasimlə Ayasofyanın açılışı olur. Bu bənzərsiz məbədə həyat verən Yustinyan qızıl atlarla bu yerə gəlir və diz çökərək hönkür-hönkür ağlayır. Bir körpə uşaq kimi iməkləyərək Ayasofyanın daşını, divarını öpür. Çünki o, gördüyü mənzərə qarşısında dəhşət içində idi. Bugün bütün dünyanın heyranlıqla seyr etdiyi Ayasofya, günümüzə qədər gözəlliyini qoruyub saxlayan yeganə sənət əsərlərindəndir. Onun əsrarəngiz simasına baxmaq istəyənlər məbədin dəhlizlərindən keçərək Ayasofyaya daxil olmağa can atırlar. Ancaq dar və soyuq dəhlizlərdən Ayasofyaya keçmək heç də asan deyil. Məbədin dar keçidləri 3 səbəbdən maili inşa olunub. Birinci səbəb, bura daxil olanlar Ayasofyaya ehtiram əlaməti olaraq başlarını aşağı əysinlər. İkinci səbəb, məbədə gələn ziyarətçilər addımladıqları zaman tavana doğru baxa bilməsinlər. Çünki tavanları bəzəyən qızıl mozaikalar onların gözünü qamaşdıra bilər. Üçüncü səbəb budur ki, nəfsinə hakim ola bilməyənlər qızıl mozaikalara toxunub əsərlərə ziyan vura bilərlər deyə dəhlizlər belə dar və mailidir. Min 600 il öncə yaranan məbəddə mozaikalarla yanaşı 107 möhtəşəm mərmər sütun da mövcuddur ki, onların da Ayasofyaya bəxş etdiyi əzəmət göz qabağındadır. Sütunların mərkəzində imperator şərəfinə ucaldılan amfiteatr və müraciət kürsüsü bu günə qədər də qorunmaqdadır. Ayasofyanın tam ortasında isə imperator qapısı görünür. Qapı üzərindəki mozaikada isə gücsüz imperatorun İsa Peyğəmbərdən imdad dilədiyi səhnə canlandırılıb. Əsərdə Yunan əlifbası ilə İsa Peyğəmbərin dilindən "Barış sizlərin olsun, mən dünyanın nuruyam" sözləri yazılıb. Ayasofyanın qiymətli mozaikaları 4-cü əsrin yadigarı olduğu üçün onların şərəfinə məbəddə 4 qanadlı mələklər də əks etdirilib. Yüzlərini gizlədən bu mələklər qiyamət günü üçün göz yaşı tökürlər.
Ayasofyanın ən müqəddəs mozaikaları Məryəm ana və İsa peyğəmbərin təsvir olunduğu mozaikalardır. Onlar məbədin ən yüksək qübbəsində öz əksini tapır. Məryəm ana, ona keşik çəkən mələklər və Ayasofyanı inşa etdirən Yustinian və onun ailə üzvləri gözəl bir mozaikada əks olunur. Bu əsərdə imperator sülaləsi kilsədə təqdim olunur. Ayasofyanın çıxış qapısı üzərində yer alan əsrarəngiz mozaikada isə iki imperator, Konstantin və Yustinian, körpə İsa ilə Məryəm ana təsvir edilib. Əsərin mənası budur ki, qiyamət günü Yustinian Tanrı hüzuruna Ayasofya ilə, Məryəm ana isə oğlu İsa ilə gedəcək. Göz qamaşdıran gözəlliyə sahib olan əsər günümüzə qədər gəlib çatan ən uzun ömürlü mozaikalardan biridir. Ayasofyanın ən dəyərli əsərləri sırasına daxil olan qızıl mozaikalar min illərdir ki, bu məbədin tavanını, divarını və sütunlarını bəzəyir. Daha çox Məryəm ananın, İsa peyğəmbərin, bir də sarayı inşa etdirən Yustinianın əksi canlanan bu əsərlər günümüzdə də böyük diqqətlə qorunur və böyük sevgi ilə ziyarət olunur. Fatih Sultan Məhmədin 1453-cü ildə İstanbulu fəth etməsi ilə Ayasofya camiyə çevrildi. Osmanlı zamanında Mimar Sinan məbədə minarələr inşa etdi. 16-17-ci əsrlərdə Ayasofyanın daxilinə mehrab, minbər, müəzzin məhvəri, vaaz kürsüsü əlavə olundu. Hellenistik zamana aid olan bu mərmər küplər də Sultan 3. Murad tərəfindən Ayasofyaya hədiyyə olundu. Osmanlı padişahı Sultan Əbdülməcid isə Ayasofyaya bu görkəmli hünkar məhvərini ərmağan etdi. Padişahların dini mərasimlər zamanı əyləşdiyi bu məhvər bütünlükdə qızıl və bahalı daşqaşlarla bəzədilib. Qanuni Sultan Süleyman da Ayasofyaya böyük dəyər verirdi. Hətta bu din səfərindən qayıdan padişah camiyə bu bürünc qəndilləri bağışlamışdı. Sultan Süleymanın Ayasofyaya bağışladığı bu qəndillərin çox qəribə bir tarixi var.
Böyük Osmanlı padişahı Sultan Süleyman həyatının ən böyük səhvlərindən birinə imza ataraq günahsız oğlu Şahzadə Mustafanın ölümünə fərman verir. Övlad qatilinə çevrilən ata çox keçmir ki, Mustafanın günahsız olduğunu anlayır. Bu böyük itkidən sonra sarayda qərar tuta bilməyən Sultan Süleyman tez-tez camilərə gedərək dua edir, günahının bağışlanmasını diləyirdi. Bir gecə hamıdan xəbərsiz Ayasofya üst tutan Süleyman məbədin qapıları bağlı olduğu üçün gizli yolla camiyə daxil olur. Gözü yaşlı Süleyman dua etdiyi an Ayasofyanın qübbəsində 3 mələk görünür. Sultana yaxınlaşan müqəddəs mələklər onu əhatəyə alaraq başı üstündə dayanırlar. Dəhşətə gələn Süleymanın ayağı yerdən üzülür. Mələklərin havaya qaldırdığı sultan başına gələnlərə inana bilmir. Bu mənzərəni yuxu zənn edən Süleyman mələklərin gerçək olduğunu anladığı an huşunu itirir. Həmin gecəni Ayasofyada qalan sultan bu hadisədən sonra mələklərin göründüyü yerə qəndillər bağışlamaq qərarına gəlir. Həmin qəndillərin qoyulduğu yer bu gün də müqəddəs sayılır. Ayasofya camiyə çevrildikdən sonra bura əlavə olunan dairəvi tablolar dəyərli əsərlər silsiləsində yer aldı. Allah, Həzrət Məhəmməd, Həzrət Əbubəkir, Həzrət Ömər, Həzrət Osman kimi İslam dünyasının müqəddəslərinin anıldığı bu tabloların müəllifi Xəttat Mustafa İzzət Əfəndidir. İstedadlı Xəttat yalnız bu dairəvi tabloları meydana gətirmədi. O, həm də Ayasofyanın ana qübbəsinin tam ortasında Nur surəsinin 35-ci ayəsini də ustalıqla yazdı. Allah, göylərin və yerin nurudur sözləri ilə başlayan surə, bugünə qədər toxunulmayan, bərpa olunmayan tək əmanətdir. 916 il kilsə, 477 il cami olaraq həyatını davam elətdirən Ayasofyanın təməlində tilsim var deyirlər. Əgər belə olmasaydı, bu məbəd 1600 illik ömründə 3 səmavi dinin beşiyinə çevrilməzdi. Günümüzdə də həm müsəlmanların, həm xristiyanların bir çox izlərinə, əsərlərinə Ayasofyada rast gəlmək mümkündür. Lakin bugün Ayasofya dini kimliyi ilə deyil, böyük tarixi keçmişi ilə, gözəlliyi və əzəməti ilə görənləri, duyanları heyran edir. 1600 illik ömründə dəfələrlə qapıları bağlanaraq ziyarətinə icazə verilməyən Ayasofya, onu görmək istəyənlərin arzusu ilə yenidən açıldı. Lakin Türkiyənin qurucusu Ulu Öndər Mustafa Kemal Atatürk'ün əmri ilə 1935-ci ildən bugünə kimi yalnız muzey olaraq fəaliyyətini davam etdirir. Nə gözəlliyindən, nə də dəyərindən heç bir şey azaltmadan, əskitmədən.
İmperator Justinian Tanrı qarşısında öz günahlarının bağışlanması üçün bu ölümsüz əsəri meydana gətirdi. Onun inşa ettirdiyi məbəd daha sonra müsəlmanların da göz bəbəyi oldu. Ayasofya Türklərin də müqəddəs ibadət mərkəzinə çevrildi. 481 il cami olaraq fəaliyyət göstərən Ayasofya, istər Bizans, istərsə də Osmanlı zamanında, eləcə də bugün müqəddəs duaların edildiyi bir məbəddir. Ayasofya sirli, sehirli bir məbəddir. Burada duyulan səslər, məbədin zəhərli qazlarla dolu yeraltı yolları, suların ağışını aldığı yeraltı şəhər, gözlə görünən möcüzənin yalnız bir parçasıdır. Bütün bu gerçəklər onu deməyə əsas verir ki, Ayasofya ilahi qüvvələrin qoruduğu bir tarix yadigarıdır. Bu yadigarlardan ən müəmmalısı Ayasofyanın tərli dirəyidir. Möcüzələrin məkanı olan tərli dirək, Ayasofya yarandığı gündən bugünə kimi sirri çözülməyən əmanətlərdən biridir. Ağ mərmər sütun üzərindəki dərin oyuq o qədər rəvayətlərə, əfsanələrə mövzu olub ki, dünyanın dörd bir yanından onu ziyarət etməyə gələnlərin sayı milyonları keçir. Tərli dirək haqqında deyilir ki, Böyük Vədud Sultanı bütün ailəsini itirdikdən sonra ağır dərdə düçar olur. Bir gecə Ayasofya'ya gələn sultanın ürəyi burada qəflətən alovlanıb, yanır. Çox keçmir ki, alov onun bütün vücudunu məhv edir. Vədud Sultanın yanaraq öldüyünə şahid olan tərli dirək, o gündən sonra gördüyü dəhşətli hadisəyə göz yaşı axıdır. Hətta türklər ona da inanır ki, bu dirək Vədud Sultanın ürəyinin alovundan tərləyir. Dünyanın məşhur səyyahlarından olan Övliya Çələbi yazır ki, tərli dirəyi Məhəmməd Peyğəmbər ucaldı. Ayasofya məbədinə Məkkədən torpaq gətirən Məhəmməd Peyğəmbər onu zəmzəm suyu ilə qarışdırır, sonra saçından tel kəsərək qarışdırdığı torpağa qatır. Hazırladığı sərt torpaqda tərli dirək ucaldır. Bütün bu deyilənlər əsrlərdən günümüzə qədər dilindən, dinindən, irqindən asılı olmayaraq Ayasofya'ya gələnlərin tərli dirəyin yanında ayaq saxlamasına səbəb olur. Arzularının Çin olmasını diləyənlər baş barmaqlarını boyuğa salaraq dairəvi şəkildə fırladırlar. Baş barmaq ilə dairəni tamamlayanlar arzularının gerçək olacağına inanırlar. Ayasofya'da bir inanç yerinə çevrilən tərli dirək haqqında çox fikirlər, çox mülahizələr söylənilir. Hətta belə fikirlərdən birində deyilir ki, Ayasofya inşa olunduğu zaman onun üzü qibləyə doğru deyildi. Bir gecə Xızır Peyğəmbər Ayasofya'ya gəlir və bu tərli dirəyə baş parmağını salaraq Ayasofya'nın üzünü qibləyə doğru çevrilir. O hadisədən sonra müqəddəs hesab olunan və müqəddəs əmanətlər sırasına daxil olan bu tərli dirək haqqında əlbəttə ki, çox fikirlər, çox sözlər mövcuddur. Müsəlmanlar tərli dirəyə həm də Xızır Peyğəmbər dirəyi, uğurlu dirək, ağlayan dirək kimi adlar da qoyublar.